narkotik istifadə edəndə mənim, yəni kifayət qədər yəni həyatımızda 8-9 dənə maşın vardı, atamın yəni bir neçə ticaret obyektləri, mərkəzləri Moskvada, Azərbaycanda, yəni 6-7 dənə evimiz var idi. Yəni baxırdım ki, başqa uşaqlara bunlar yüngüldən çəkirlər, elə bil başqa cürdülər, biraz fərqlənirlər ki, bunlar tez böyəliblər. Mən də baxdım bunlara ki, fərqlənirlər, yəni necə idilər, şən idilər, necə idilər? Yox, fərqlənmək onda ki, yəni bunlar tez elə bir kişiləşib də, yəni bunlar özün böyük, yəni xəstə fikirlərlə. Yəni bu fikirlərlə məktəb vaxtından fikirləşdim ki, yəni dostlar, tanışlar, qonşular fikirləşdim ki, mən də belə olmaq istəyirəm ki, özümdən 5 yaş, 6 yaş böyüklərdən irəli gedim. Fikirləşirdim ki, yəni özünü böyük hiss eləmək istədim. Hə, böyük hiss eləmək istədim. Bizim vaxtlar biraz başqa cür idi, o müharibə azad vaxtları idi. Mən də baxdım ki, bu tərəfdən insanlar dünyasını dəyişir, bu tərəfdən belə, bu tərəfdən onda dövlət zəif idi, zəifsili, yəni çox xaos idi daha çox. Hə, xaos idi. Çətin vəziyyətlər idi. Mən də elə bil gənc idim, çox gənc idim. Onda yəni sağlam fikirlər gəlmirdi. Sonra başladım istifadəyə. İstifadədən sonra asılılıqlar yarandı. Asılılıqlardan sonra mən otpuskaya da çıxmadım. Həbsxanalarda da harda oldum. Mənim üçün yox söz olmadı. Yəni, yox deyilən momentdə mən onun pulunu əldə edirdim. Pulu ilə olmurdusa qanımla edirdim. Qanımla olmurdusa canımla edirdim. İsoqda hansı yolla olur olsun mən onu əldə edirdim. Yəni, mənim üçün çətin olmurdu həbsxanada. Yəni, belədir ki, azadlıqda da həmsini, yəni, azdan çoxdan mən çox insanları tanıdığına görə mənim üçün onu əldə eləmək heç vaxt çətin olmayıb. Artıq sonra bir il öncə, yəni, sadəcə məndə narkotika qarşı nifrət yarandı. Gördüm ki, artıq ailəm, uşağım məndən uzaqlaşır. Bəs ailəli necə? Yəni, sən narkotik istifadə eləyib evlənmirsən də onda? Bəli, bəli. O necə olub? Yəni, narkotik ailə istifadə eləyib evlənməyə qurduğum vaxtı valideynlər evləndirdi? Ailə qurduğum vaxtı, yəni belə sırf narkotik istifadə eləmirdim. Necə eləmirdim? Yəni ki, onda alkoqol istifadə edirdim belə, narkotik yox. Arada bir eləyirdin narkotik? Narkotik elə bil yüngül istifadə edirdim. Marihuana? Hə, marihuana. Yəni beləsinə. Onda yəni biraz idman azadına çox məşğul olmuşdum. Sonra yavaş-yavaş başladım əvəz eləməyə, əvəz eləyəndən sonra... Nəydən əvəz elədin? Yavaş, ağırla, sürətli ilə başladım əvəz eləməyə, bu belə-belə. Yavaş-yavaş ailəmdən uzaq düşdüm, yavaş-yavaş dost, tanış, qohum, qardaş, bunlardan hamısından uzaq düşdüm. Və beləliklə anamı da itirdim, yəni illərimi də itirdim, hamısını qurban verdim narkotika. Mən artıq o şeyləri başımda şişirtmirəm. Reallıqla barışırsan da, deyirsən bu olub, amma mən onda ilişib qalmayacam. Bəli, yəni proqram sahəsində çox şeylər öyrəndim ki, proqram mən öyrəndim ki, yəni yalnız bu gün mən ayaq qalırım. Bu gün burada. Bəli, burada mən bu gün, yalnız bu gün mən ayaq qalmalıyam və bu proqramı deyiləndə, məsələn, 4 təkər var, instrumentlər var, məsələn, adi narkotikin gəldiyi tiyaq əzəmi 10 saniyədir. 10 saniyədən sonra keçir. Hə, keçir. 10 saniyə ərzində sən o 4 təkərdən belə instrumentlərdən istifadə eləməlisən. Instrumentlər də ki, məsələn, ali qüvvəyə, məsələn, sən rəhbər hərбə və yaxud... Ali qüvvə Allahdır, yaradandır. Bəli. Yəni, məsələn, meditasiya ilə, dua ilə Allahdan istəyə bilərsən. İlahi qüvvə Allahdır, ali qüvvə də yəni insandır, yəni sənin sponsor seçdiyin insan. Yəni, sən özünə sponsor götürsən, sənin ağırlığı çox və yaxud təcrübəli insanlar və o insanlarla əlaqə saxlayırsan, məsələn, sən ən çox istəyirsən sahib qalmaq. Yəni, həmişə mərkəzlə əlaqədə olmalısan. Gəlib mənəvi, məsələn, çöl qrupları da var, mərkəzdə, yəni sən hansı mərkəzi keçmişsənsə, o mərkəzdə, məsələn, sən həmişə öndə gedənlərinlə, yəni motivasiya alırsan, onlarla gəlirsən, duxovlu xidmət edirsən və sən təkəbbürü, qardiniyavi, egosentrizmi qırırsan, yəni sən gəlirsən insanlara, belə götürək, ehtiyacı olan insanlara xidmət elədiyinə görə, çünki vaxtı ikən sənə də o xidmətlər olunub və sən bu xidmətinlə həm mənəviyyatı gücləndirirsən, həm də ki, həmişə özünü saxlayırsan kontrolda. Ki, mən heç vaxt unutmamalıyam ki, mən əvvəl hansı diblərdə olmuşam, o dibləri unutmamalıyam. Sən hansı diblərdə olmuşsan? Yeri gəlmişkən o sual verim. Mən
belə diblərdə olmuşam ki, yəni mənim anam dünyasını dəyişib. Dünyasını dəyişib. Neçə yaşın var idi anan dünyasını dəyişib? Mənim 37 yaşımda. Anam dünyasını dəyişib. Mən də həbsxanadan təzə buraxılmışdım. Artıq istifadə edirdim. Fikirləşdim ki, elə bil mənə zəng vurdular ki, artıq reanimasiyada dünyasını dəyişib. Fikirləşdim ki, daha dünyasını dəyişib. Mən tez yolda gedim istifadə edeyim. Yoxsa mən orada yəni, pis vəziyyətdə qalaram. Birdən o xəbərdən çox pis vəziyyətə düşdüm telefonda. Yəni neçə il idi xəstə idi. Mən də həbsxanada Nə xəstəsi idi? Şəkər xəstəsi idi. Həm də infarkt, paraliz vurmuşdu. Allah rəhmət eləsin. Şəkəri tapıb məni televizorda gördüyünə görə. Necə görüb səni Televizorda televizorda? məni görüb həbs ediblər və orada Rusiyada aparıcı deyib ki, yəni mənim Nasrullayev qardaş bəs çox böyük cinayətlər elədiyinə görə ömrü həbs cəzası gözləyir. Ömrü həbs cəzamı orada göstərdiyinə neçə illər mənə hər gün televizorda göstəriblər kriminalda. Orada baxıb vaxtına görə şəkər tapıb qorxudan, oradan Dərddən. şəkər tapıb, sonra paraliz vurub, infarkt olub, sonra yəni mən buraxıldım, nə qədər müalicə elədim, xeyir olmadı. Bütün orqanlara atqaz edirdi və mən artıq telefonuma zəng gəldi ki, Azım tərəfdən ki, bəs anamız dünyasını dəyişdi, tez özünü satdır. Mən yolda birdən yenə düşdüm tünel düşüncəyə, fikirləşdim ki, artıq mən nə pulla, nə belə kömək eləyə bilməyəcəm. Gedim narkotik eləyim, mənim biraz özümə gəlim. Yəni, belə bir şeydir ki, anadan müqəddəs bir şey yoxdur. Bir şey ki, deyir ki, anaların, cənnət anaların ayağının altındadır. Mənim anam dünyamı dəyişdi, mən yenə getdim, narkotik istifadə elədim, getdim ora. Yəni, bundan mənim üçün o yana diblər yoxdur. Çünki bir şey ki, bu mənəviyyatı yəni paramparça edən bir şeydir. Yəni ana müqəddəsdir. Yəni mən atamın da həmçinin dünyasını dəyişəndə mən yenə də 1997-ci ildə iyul ayının 29-unda yenə də atam dünyasını dəyişəndən sonra Onda da həbsdə idi, nə olur? mən yox, onda elə bir ki, azadlıqdaydım. Ondan bir neçə ay sonra həbsxanaya getdim, susuldum. Yəni 97-ci ildə mən yenə də götürdüm kişmişdən, yüngüldən başladım istifadə eləməyə ki, mən narkotikdən, bəlkə bu atamın itkisinə mənə bu kömək eləyər. Kömək elədi? Yox, mən nə kömək eləyəcəm, özüm özümü alladırdım. Özüm özümü alladırdım. Artıq sanki həbsxanaya gəlirdim, fikirləşirdim ki, yəqin həbsxanadan çıxaram, narkotikdən qutararam, amma gördüm, yox. Yenə həbsxanada da başlayırdım istifadə eləməyə. Sonra fikirləşirdim ki, heç həbsxanada eləyirəm, çölə çıxıram, çöldə eləmərəm. Çölə çıxırdım, onun 2 dəfə də Bəs pul necə tapırdın həbsxanada? Yəni o havay olmur da, narkotik pulla olur. Dediyim kimi, yəni mən çox imkanlı ailəsində dünyaya göz açmışam. Və özüm də belə pul qazanmaya, yəni belə götürək, aciz insan olmamışam. Yəni hara gəlmişəmsə orada insanlarla, yəni insanların sevgisini qazanmaya, yəni rəğbətini qazanmısan. Yəni istəyir, yəni Rusiyada, istəyir başqa yerlərdə. Yəni 30 ildən çox Rusiyada yaşamışam. Yəni insanlarla belə, yəni dialoqda, yəni normal həyat tərzi keçirməyə çalışmışam ki, yəni pul qazanmaq mənim üçün çətin olmayıb. Sadəcə mən narkotikdən çıxış yolu tapa bilməmişəm. Bir ildir ki, ayaqlığım, yəni bu 12 addım proqramı sayəsində ayıq və təmiz, yəni mənə qalmayıb. Adaş, bir dəqiqə, sən o ananın ölüm xəbərini eşidəndə və sən özünü günahlandırdın onda 100%. ki, atan, anan ölümündə günahkar sənsən. Yəni sənin orada rolun var ki, o insanlar o vəziyyətə düşüblər, dərd çəkiblər, dərddən ölüblər. 100%. Yəni elə Nə hiss elətdirdi o sənə günahkarlıq hissi? neçə illərdə sanki yəni Özü bağışlaya bildin? neçə illər elə bir ki, mən hər dəfə buraxılanda, azadlığa çıxanda, hər dəfə təyic edəndə yenə bu yadıma düşürdü. Yenə başlayırdım ki, yox, yəni günahkar mən özüməm bunların yəni ölümündə. Yəni bu mənə görə oldu. Mən bu cinayətləri eləməsəydim, bu şeyləri eləməsəydim, yenə başlayırdım istifadəyə. Yenə bir ay, 2 ay məsələn tərk edirdim, yenə başlayırdım istifadəyə. O vicdan əzabı səni istifadəyə gətirirdi. İstifadəyə gətirirdi. Yəni belə artıq proqramdan öyrəndim, proqramın sayəsində artıq gördüm ki, yox, mən bunlar hamısı bəhanələrdir. Bu mənim səhvimdir, səhlənkarlığımdır. Mən yəni bu şeylər hamısı yəni mən özümü aldadıram. Yəni bu belə deyil. Mən əslində çox
yəni səhv yoldayam, artıq yəni onlar ruhları məni görürlər, mən yəni bu şeyə görə nələt deyirlər, naborot. Bəlkə də belə məni bağışlayardılar, amma beləsinə mən artıq bu günləri dərk elədim ki, yox. İstəyir ilahi qüvvədən, istəyir ali qüvvədən, istəyir proqramı sahəsində dərk elədim ki, mən ayaq və təmiz qalmayım. Yəni mən həm olan ruhunu sevindirərəm, həm də ki, gələcək nəslə sağlam fikir ötürüb, sağlam ötürdüyüm fikirlərlə yəni cəmiyyətə yararlı insan olmağı, yəni qabağıma məqsəd qoydum. Bəs ata-ananın əksikliyi səni nə hiss elətdirir, yəni olmamağı? Atam-anamın olmamağı yəni mənə bu günləri proqram öyrədir ki, hadisələrə adi bax, yəni biz bir gün dünyaya gəlmişiksə, bir gün də dünyamızı dəyişməliyik. Yəni mən özüm də valideynəm bu günləri, yəni mən ona qapanıb həyatımın hamısını yəni götürüb narkotika qurban verə bilmərəm. Ona görə də bu çıxış yol deyil. Bəs özün bağışlamısan? Artıq özümü bağışlamışam. Çünki elədiyim bütün səhvlərimə görə artıq bütün etiraf eləmişəm hamısı. Ona görə mən bu nakoplenlər hamısını boşaltmışam. Artıq belə götürək də, tövbə eləmiş insan kimi. Yəni bu proqram öyrədir ki, sənə biz aylarla bu proqramın sahəsində biz proqramın addımlarda, biz korreksiyələrimizdə, başqa şeylər də bizə öyrədir. Yəni bu nakoplenləri necə boşaltmayı, nə cür, yəni bunlar hamısı, bu addımlar bizə öyrədir. Və ondan sonra elədiyim hər bir cinayəti, elədiyim hər bir səhvlərə görə artıq özümü yəni rahat hiss edirəm. Narkotikaya gəlib dibə düşəndən sonra gördüm ki, Bəs dibdə nələr, o sən ata-ananın ölümündən dedin ki, dib yaşamısan. Bundan başqa, yəni nə qədər dib yaşamısan, o momentlər necə olub? Ağrıların necə olub? Məsələn, qara basmaların olubmu? Gözdə nəsə görsənibmi? Hə, çox olub. Məsələn, atamın tikdiyi böyük bir evdə, belə götürək də, mən oturmuşam elə bir ki, özümü orada belə bir vəziyyətdə görmüşəm. Elə bir ki, mən heç kimə lazım deyirəm, uzanmışam evdə. Baxıram ki, divardan adam çıxır. Nə bilim, pəncərədən baxıram, görürüm ki, bazı adamlar üstümə gəlir, düzülüblər sırayla, gəlirlər. Nə bilim, divardan, nə bilim, cürbəcür mənə səslər çağırır. Yəni, çox şeylər o. Maşında gelmişəm, görmüşəm ki, qabağıma çıxır tüşlü adamlar, yekə tüşlü adamlardır. Saxlamışam maşını, baxıram, yoxdur. Güzgüdən baxmışam, arxada oturub. Yəni, çox şeylərlə rastlaşmışam. Səslər gəlir. İstifadə edən vaxtlar, yəni, anam başlayıb ki, həyətdə məni çağırır. Düşmüşəm həyətə ki, anam rəhmətə gedib, məni anam nötər həyətdə çağırır. Cürbəcür, yəni qarabasmalar olub, çox olub. Çox pis ağrılar verirdi, yəni, belə bir ağrılar verir ki, sümüyü elə bir ki, götürürlər, elə bir ki, oyurlar. Hə, oyurlar da sümüyün için və bu ağrılar da cürbəcür dəyişir, fərqli yerlərdən, bir dənə yerdən yox. Yəni, cürbəcür insan əsəb verir, nerv verir, sinir sistemi, yəni qızıq, yəni aqressiv olursan, yəni insanlarla davranış qaydan gəlir, istəyir istifadə edən vaxt istəyir, yəni bu istifadədən sonra yəni insanın davranışları, heyvanın davranışları gəlir çıxır. Yəni sən götürürsən, sənin pulunda olsa, imkanı da olsa, sən heç çinmək istəmirsən, yəni deyirsən ki, çimərəm, ayılaram və yaxud təzdən bədənim ağrıyar, nə bilim, yemək istəmirsən, yeyərəm mən, sonra narkotik, yəni təzdən istəyərəm istifadə eləmək. Yəni insan idarə olunmazlığı da olur. Sənin elədiyin bütün hərəkətlər idarə olunmazlığı. Elə o vaxt olub ki, narkotik tapmamısan? Olub əlbəttə. Bəs o vaxt nə eləmirsən, nələr eləyə bilərdin? Elə olub ki, nəsə deyirsən ki, bunu eləmərəm, amma eləmirsən onu. Hə, mən, yəni... Məsələn, nə eləmirsən o momentlərdə? Məsələn, belə moment olub ki, mən pul əldə eləmək üçün narkotiki bilirəm ki, indi götürə bilərəm. Həmin vaxt yanımda pulum gedib cinayət eləyib. Pulu götürüb gedib almışam, oradan da gelmişəm həbsxanaya. Nə cinayət eləmirsən? Oğurluq eləmirsən? Hə, girib oğurluq eləyib, yəni ki, götürmüşəm, amma istifadə eləyəndən sonra yəni həmin pulu qaytara da bilərəm. Artıq o cinayət olub, cinayətə görə də mən də gedib oturmuşam həbsxanada. Yəni illərimi qurban vermişəm, bir dəfə istifadə eləməkdən ötürü. Yəni bu hamısı narkotik belə bir şeydir ki, insan həyatını məhv edir. Bu narkotik belə bir şeydir ki, insan idarə olunmazlığı da olur. Çünki idarə olunmazlıqdan, yəni onun fikirləri də xəstədir. Bir şey ki, bu xəstəliyin heç bir müalicəsi yoxdur. Bu xroniki bir xəstəlikdir.
Ona görə də insan hər bir cinayət edə bilər. Yəni onun elədiyi cinayət, yəni heç bir məsuliyyət, onu fikirləşmədən. Çünki məsuliyyət deyilən bir şey narkomanla heç bir aidiyyəti yoxdur. Bir insan narkotik istifadəçisi, o yəni nə məsuliyyətli fikirləşir, nə cinayət fikirləşir ki, bura bax, istifadə edeyim, bu günləri görüm, xoş keçsin. Yəni fikirləşmir, ay, bu günləri mənim elədiyim şeyə görə başqalarına əziyyət verirəm, başqalarına yalan danışıram. Elə özə də əziyyət verirsən əslində. Əlbəttə, birinci özünə, sonra da ətrafındakı insanlara. Yəni o şeyləri insan fikirləşmir. İnsan əsas odur ki, bu günləri hal-hazırda ağlamasın. Hal-hazırda yəni istifadə eləməyə nəyimsə olsun. Yəni o... Çox keşməkeşli həyat yaşamısan, Adaş. İndi durub o qabaqki həyatını gözünün önündən keçirdəndə dərk edirsən də nələr itirmisən. Məsələn, narkotik olmasaydı sənin həyatın kulminasiya nöqtəsi harda olardı? Heyfsilənirsən o illər üçün. Artıq sonraki peşmançılıq... 45 il az deyil də. Sonraki peşmançılıq fayda vermir, amma bu günləri yenə proqramın sayəsində yalnız bu gün deyib fikirləşirəm ki, əgər mən o şeyləri əldə eləmişəmsə, çox yəni uğurları. Deməli, mən ona həm layiq olmuşam, həm də məndə o istedad var. Deməli, bu günləri mən həmin istedadı çevirəcəm ayaqlığımdan bəhrələnib, mən pulun da izə qaçmayacam, çünki pul bizdə, yəni belə şeylər var ki, tələsmək olmaz, yəni götürüb fikirləşmədən addımlar atmaq. Səbirli olmaq lazımdır. Səbirli olmaya, səbir və təmkinlə. Yəni bu şeyləri hamısını bacardığım qədər kontrolda saxlayıb və əsas ayaqlıq təmizliyimi sayəsində mən bu günləri mənim üçün ən böyük var dövlət, zəngin olmaq mənim sağlamlığım. Ayaq və təmizliyim. Ayaq və təmizləmsə, deməli mən varlı insanam, xoşbəxt insanam, yəni əsas mənim üçün ayaqlığım. Bəs gənclərə nə deyərdin? Nə sözün olardı? Gənclərə məsələn, 14-15, özün 15 yaşına istifadə eləmişsən. O vaxt neynəsinlər? Məsələn, belə bir çətinliyə düşsələr, səndə çətinlik olmayıb, səndə məsələ biraz başqa cür olub. Onlar o çətinliyə düşsələr neynəsinlər, kimə sussunlar? Gənclərə demək istəyirəm ki, narkotik həyatda ən şərəfsiz bir peşədir. Yəni, onu heç bir halda, onu birinci dəfə heç vaxt istifadə eləməyiz. Bir dəfə onu istifadə edəndən sonra artıq olacaqsın onun nökəri. Bundan yəni pis bir sənət də yoxdur, pis bir yaşayış da yoxdur. Yəni bu belə bir şeydir ki, insan Allahı belə unudur. İnsan istifadə edən vaxtı yəni hər bir şey, yəni mənəviyyat, insan vicdanının hər bir şeyin yəni qurban verir narkotika. Yəni tövsiyəm odur ki, ayıq və təmiz qoruyub özlərini saxlasınlar və ən gözəl yer kürəsində ən gözəl efariya odur ki, ayaq qalmaydı. Tövsiyəm odur ki, yəni heç vaxtı bu şeylərdən yəni yaxın gəlməsinlər istifadə. İstifadə edən insanlara da tövsiyəm odur ki, yəni istifadədədirlərsə, zəng vursunlar doğmalarına, müraciət eləsinlər. Bu günlər yəni reabilitasiya mərkəzləri var, yəni şükür Allaha, hər situasiyadan çıxış yolu var, sadəcə onu düzgün tapmaq lazımdır. Mütəxəssislərə müraciət eləsinlər, mütəxəssislər onlara yardım eləyib, yəni sağalmalarına məşğul olsunlar. Yalnız bu proqramdakı, yalnız bu gün ayaq qalmasına istifadə eləsələr, onlar da mənim kimi ayıq və təmiz qalmayı əldə edərlər. Yəni mən bu günləri çox sevinirəm ki, bu proqramın sayəsində və rəhbərlərimin sayəsində mənə dəstək olublar. Mənə heç bir maddi imkanım olmadan, mənə heç bir təmənnasız mənə əl tutublar, bütün hər bir şeylə təmin ediblər, bu gün də təmin edirlər ki, mən onların sayəsində ayıq və təmizəm, onların sayəsində ayaq üstə durmaya bacarıram. Bu günləri kiməsə gedib demirəm ki, mənə 100 manat ver, 50 manat ver, heç kimdən heç nə istəmirəm. Bu günləri öz ayağım, yəni bu hər şeyimi bu qardaşlarıma borcluyam. Yəni onlar belə bir insanlardır ki, onlar da mənə bunu öyrədiblər. Mən də bu bildiklərimi gələcək nəslə, yəni kimsə istifadə edirsə, asıllı, yəni bu asılı insanlara yəni dəstək olum, mənə necə dəstək olublarsa sənə dəstək olasın. Dəstək olublar, mən də xidmət edeyim, dəstək olum. Yəni bir sözlə ayaqların sayı çox olsun. Biz sənə uğurlar arzu edirik, Adaş. Sağ ol. Çox sağ ol ki, bölüşdün. Allah razı olsun.